erməni terrorçularının məhkəməsi gedir Bakıda. Yəni çoxdandır yuxu birliklərimiz gerçəkləşdi, dövlətimiz bunu elədi. Böyük bir şeydir, böyük bir hadisədir. Buna sözü yox. Amma çox təəssüf olsun ki, onlarla mən görürəm, yəni ki, birinci təəssüf olsun ki, təbliğat lazım səviyyədə aparılmır dünyada. Dünya mediasında vaxtı işte danışılmır. Danışırsa da Azərbaycana negativ danışılır ki, biz onlara qarşı yazıq ermənilər tutmuşuq və onları məcbur edirik, boyunlarını alsınlar, etmədiyi şeyləri. İkinci də Azərbaycan daxilində da bu lazımi təbliğat getmir. Niyə canlı yayımlanmır? Məsələn, televiziya canlı verə bilərdi və s. Digər media resurslarımız bu da getmir. Biz sonra o kadrlar görürük oradan və ola bilsin indi dövlət, hökumət hansısa xoşa gəlməz hadisələri canlı yayımda olmasını istəmir yayımlansın. Amma biz elə bir orada şərait, atmosfer ermənilər üçün yarada bilərdik ki, ermənilər üçün orada quzuya dönərdilər. Canlı yayımda da belə bilərdilər ki, canlı yayımda, amma quzuya dönərdilər. Bilərdilər ki, orada nəsə xoşa gəlməz bir Azərbaycana qarşı istifadə etdilər. O saat dərhal cəzalandırılacaqlar. Amma biz onlarla elə davranıq, elə həbs ediləndə o bir dənə Vardanyan belə biraz başı aşağıda, digərləri hamısı Sakayan, Qukasyan və s. Bir dənə əlləri qandaldadılar, şəkil çəkdirirlər, elə bir ki, vinyetkaya şəkil çəkdirirlər. Yəni, bu yanaşma nə yanaşma? Və yaxud da indi biz kadrlarda görürük, təmiz, yaxşı, belə səliqəli, heç arıqlamayıblar da, çıxış eləyirlər, belə, heç də görsənmir ki, onlar orada əziyyət çəkirlər, yəni zülm çəkirlər. Bu necə davranışdır? Amerikalılar Guantanamada elə mi müsəlmanlarla davranırlar və yaxud da Ruslar Çeçenlərlə elə mi davranırlar? Məsələn, birinci və ikinci Çeçen müharibəsində həbs edilən Çeçenlər, məsələn, adi, məsələn, onların bir smetniklarda, yəni ömürlüklər deyilən həbsxanaları var və s. Orada, məsələn, mən Salman Radoyev həbs ediləndə, yadımda Radoyevu belinə əymişdilər, o, necə deyək, o namaz dilində, rükü vəziyyətində, arxada da qandallar, onu elə aparırdılar məhkəməyə, elə bir vəziyyətdə. Bizdə amma, bizdə erməni terrorçular adi Azərbaycanlı dustaqlar kimi onlara davranırlar. Bu, yəni bu yol verilməz. Niyə belə davranırıq? Biz ona qorxuruq ki, çəkinirik ki, ay, nə bilim, xaricdə bu təbliğat gedəcək ki, biz onlarla qeyri-insan rəftar edirik. Zaten onsuz təbliğat gedir. Onsuz ermənilər ilə təbliğat aparır. Xaricdə də təbliğat gedir. Biz təəssüf olsun ki, əks təbliğat apara bilmirik. Hələlik apara bilmirik. Və yaxud da biz ermənilərlə yaxşı davranacaq. Onlar sonra, məsələn, nə vaxt azadlığa çıxsa etiraf edəcəklər ki, yaxşı davranırlar. Yox, o erməni də yenə deyəcək ki, orada bizə zülm verirlər. Amma əksinə biz həmən o zülmü verərdik ki, onlarda həmişə o vahimə qalardı. Azərbaycan haqqında, məsələn, onlar əvvəl necə idi Azərbaycana həbsxanaya düşmək, əsir düşmək çox qorxurdular. Ay Azərbaycanı bir avtoritar, diktatura, bir qəddar bir hökumət, dövlət kimi hesab edir və qorxurdular ki, onlar əsir düşən kimi onlara orada olmayan zülmlər veriləcək. Amma indi onlar gördük ki, yox, nə zülmü? Azərbaycanlılar çox yumuşaq olanla davranırlar. O diktatura, avtoritar dediyi hakimiyyət olanla çox yumuşaq davranır və o vahimə də gedəcək. Amma düşmanla qədər bizdən qorxsa, o qədər yaxşı. Biz o vahiməni də öz əlimizdən sındırırıq. Yəni artıq o bizə əsir düşməyə də qorxmayacaqlar. Tutulmağa da vuruşaraq təzdən o düşənlər uzaqbaşı bizi çayla, yeməklə yedizdirib normal davranacaqlar da bizlə. Yəni biz də çıxandan sonra onsuz da deyərik ki, bizə orada zülm verirdilər. Yəni zaten çıxsalar kimlərsə oradan, amma ümid edirəm ki, inşallah heç vaxt olan heç bir Bakı türməsindən çıxmayacaq. Zaten onu deyəcəklər. Ona görə bu cür davranışı mən səhv hesab edirəm, ziyanlı hesab edirəm. Əgər kimlərsə, məsəl üçün, dövlət başçısı inandırıb ki, biz bu cür davranaq Avropa üçün, Amerika üçün, dünya üçün, bu səhvdir. Zaten o təbliğatımız getmir. Onsuz da orada Avropada da, Amerikada da, Rusiyada da hər yerdə deyirlər ki, biz onlarla qeyri-insani rəftar edirik. Ermənilər üzrə də onları deyir, olan ailələri və s. Ona görə mən elə gəlir ki, onlara layiq olur, terrorçu nəyə layiqdir, xain nəyə layiqdir, o cür rəftar olunmalıdır. Və qoy bilsinlər ki, Azərbaycanlılar gec-tezi ya öldürüb, ya da həbs edib sizləri cəzalandıracaq və o fikir, o düşüncə bizim barədə onların beynində qalsın və elə həmişə bizdən qorxsunlar. Yəni yoxsa əks halda bu heç də bizim xeyrimizə olmayan bir şeydir. Yəni ki, əgər biz Avropa deyirik, yenə təkrarlayıram, Amerika deyirik, belə Avropanı götürək, Fransanı götürək, Fransa Əlcəzair müharibəsində əsir tutduğu müsəlmanlarla necə davranırdı? 2 milyona yaxın demokrat dediyiniz De Gaulle 2 milyona yaxın Əlcəzairdə müsəlman öldürdü. Hitlerin Almaniyada öldürdüyü Yahudidən daha çox öldürdü.
Amma görün kimsə Deqole getdi gözü ilə baxırmı və ya da Fransa üzr istədi mi Əlcəzairdə və genosidi boynuna aldı mı? Bəlkə Əlcəzairə pul, o genosid qurbanlarının ailələrinə pul verir? Yox. Centilmen Fransa, Avropa mədəniyyətin, Paris və dünya mədəniyyətin mərkəzi. Bu da bu. Və yaxud da İngiltərə centilmenlər, Keniyada və yaxud da Hindistanda ingilislərin etdikləri vəhşiliklər, onlar əsir tutduqlarından güya normal mı davranırdılar? Yəni Avropa özü başdan ayağa əli qana bulanıb. Buna biz çalışmayaq özümüz Avropaya və yaxud da Rusiyaya yaxşı göstərək, Amerikaya. Onların özü qana bulanıb və biz onlarla münasibətdə müdafiədə durmamalıyıq. Xoşu hücumda durmalıyıq. Terrorçudur, xaindir. Olan da davranışı, layiq davranışı da alır. Bu cür olmalıdır. Ümid edirəm ki, bizim bu çıxışımız kimlərsə qulağına çatdı, kimlərsə eşitdi və bundan bir nəticə çıxartdılar və terrorçulara layiq münasibət göstərildi və təbliğatı da daha gücləndirilməlidir bu məhkəmə prosesləri. Bu məhkəmə prosesləri Nürnberg prosesi kimi olmalıdır. Amma nəinki Nürnberg prosesi, heç Azərbaycan daxilində də belə maraq doğurmayan bir adi bir prosesə çevrilib. Bunu da günahkarı mən həmən o prosesi edənlərdə görürəm. Düzgün təbliğat qurmayıblar. İstəyərəkmi, istəməyərək artıq onu özləri daha yaxşı bilir. Amma bu yanlışı da düzəltsələr yaxşı olar. Təşəkkür edirəm.